Azərbaycanın zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən zəfərin 3-cü il dönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu qələbəni bizə yaşadan qəhrəman hərbiçilərimizdən biri də baş leytenant Səmədov Elçin Akifoğludur. Səmədov Elçin 1989-cu il iyul ayının 30-da Şabran rayonu Ağbaş kəndində anadan olub. 1995-ci ildə Şabran rayonu Ağbaş kənd Pərviz İdrisov adına tam orta məktəbinə daxil olub, 2006-cı ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Şabran rayonundan hərbi xidmətə çağırılan Elçin Səmədov, Goranboy rayonunda yerləşən en sayılı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılıb. 2009-cu ildə hərbi xidməti bitirən Elçin müxtəlif mülki işlərdə çalışıb. Vətənə olan sevgisi yenidən onu hərbi hissəyə gətirir. Bu dəfə kəşfiyyatçı ixtisası kursuna daxil olub və həmin kursu bitirərək Tərtər rayonu en sayılı hərbi hissədə kəşfiyyatçı ixtisası üzrə xidmətə başlayır. Elçin Səmədov 2-ci Vətən müharibəsində strateji yüksəkliklərin alınmasında iştirak etmişdir. O, müharibənin 3-cü günündə sol ayağından ağır yaralansa da, hospitalda bir müddət müalicə aldıqdan sonra yenidən döyüşlərə qayıdır. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən Elçin Səmədov Suqovuşanın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə və Cəsur Döyüşçü medalları ilə təltif edilib. O, həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif edilib. Elçin Səmədov antiterror əməliyyatlarında leytenant kimi xüsusi qəhrəmanlıq göstərib. O, 2023-cü il sentyabrın 19-da qəhrəmancasına şəhid olub. Elçin Səmədov sentyabrın 21-də Şabran rayon Şəhidlər Xiyabanında böyük təntənə ilə dəfn edilib. Onun bir övladı yadigar qalıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması zamanı döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə leytenant Səmədov Elçin Akifoğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilmişdir.